Qəlbin ölümü də elədir. Allahdan uzaqlaşmış qəlb balıq kimi çapalayır. Çapalayır. Yaşamır, çapalayır sadəcə olaraq. Amma insanın qəlbi Allahla olanda, ibadətlərini eləyəndə əlhəmd rahat olur. Aza qanı olur. Çoxa həmd edir, şükür edir. Yəni insan rahat olur. Rahat olur. Və fikir versək Quran-ı Kərimdə Allah Teala ayələrin birində buyurur ki, səhv etməyin Hədid surəsində deyir. Deyir, mə asabə min musibətin fil ardı və la fi anfusikum. İstəyir yerdə olsun. İstəyir özünüzdə olsun. Belə bir müsibət olmayıb ki, illə fi kitab. O bir kitabda yazılıb. Yəni öz qatında olan. Min qabli ən nəbrəhə. Yəni biz hər bir şeyi yaratmamışdan qabaq onu kitabda qeyd eləmişdik. Niyə? Allah sonra niyəsini deyir. Nə üçün? Nə üçün Allah deyir ki, yerdə və nəfsimizdə elə bir hadisə yoxdur ki, olsun o sizdə. İllə fi kitabin min qabli ən nəbrəhə. O bir kitabda, o bir dəftərdə, o bir yazıda bu şeylər olmamışdan qabaq yazılmasın. Elə bir şey yoxdur. Sonra deyir, niyəsini deyir. Deyir, ona görədir ki, əlinizdən gedənlərə görə üzülməyəsiz və sizə verdiklərimizə görə fərəhlənməyəsiz. Allahu Akbar. Bu ayə çoxumuzun oxuyub bəlkə keçdirdi. Lakin insan ayələrdə biraz dayanarsa, bu ayəyə fikir verərsə, ayə əzəmətlidir. Allah Subhanahu taala buyurur ki, xəbər verirəm ki, sizə hər biri olan hadisə kitabda qeyd olunub. Hər şeydən əvvəl niyə? Hüzünlənməyəsiz. Sizdən ötüb keçib, əliniz çatmayıb. Sizdən yan keçən şeylərə görə. Nə də sevinməyəsiz, nəyə ki sevirmişəm ona görə. Bu mühümdür, yəni bu zəngin qəlbdir.